Yalnız Amerikada sən 10 pound çiyələk alırsan və 1 poundun pulun verirsən. Bu necə baş verir? Gördüyünüz kimi burada hələ 1 pounda çatmayıb, amma artıq 8 poundu burada yerləşdirmişəm. Odur ki, yolun sizə dedim. Bu sirri də məndən oğramış olun. Salam dostlar. Deməli bugün gəlmişəm çiyələk yığımına. Toza bax. Gəlmişəm çiyələk plantasiyasına. Burada çiyələk yığımı var. Baxın, uzaqda da görsənir adamlar. Giriş buradandır. Adamın birindən 5 dollar alıb buraxırlar içəri. Bu sadəcə 5 dollar alıb səni içəri buraxırlar. Bu heç nə deməkdir. Sadəcə 5 dollara içəriyə giriş əldə edirsən. Girib burada maşını saxlayırsan, belə adamlar saxlayır maşınların. Çox gözəl ideyadır. Biznes olaraq çox gözəldir. Azərbaycanda belə biznes olsa, məncə yaxşı qazananlar. Prosta bizim insanlar gəlib bunları dağıtmasalar da. Yəni yediyin, yeyib yemədiyin təpikləyib qoymasalar.